Xoş xəbər demiş, gəl elə o xoş xəbərli bir sujetimizi verək. Demək, Afinada Uşu beynəlxalq yarışında iştirak edən idmançılarımızla bağlı Orxan bir sujet hazırlayıb, əziz dostlar. Onlara da uğurlarının davamını diləyirik və baxaq görək nə baş verib, necə keçib, hamısını indi öyrənəcəyik. Gördüyünüz bu gənclər ölkəmizin bayrağını beynəlxalq yarışlarda uğurla dalğalandıran Uşu üzrə gənclərdən ibarət yığma komandanın idmançılarıdır. Yunanistanın paytaxtı Afina şəhərində Uşu üzrə Akropolis Open beynəlxalq turnirinə yığma komandamız gənclərdən ibarət yığma komandanın baş məşqçisi Elçin Eminovun rəhbərliyi ilə qatılıb. Yarışda idmançılarımız 5 qızıl, 1 gümüş, 2 bürünc medal əldə edib. Biz əsas bu yarışda yeniyetmə və gənc idmançılara üstünlük vermişik ki, birincisi qarşıda biz Avropa çempionatı gözləyirik. Və bu yarışda həmin biz idmançılara üstünlük vermişik ki, onlar Avropa çempionatında bizim ölkəmizi təmsil etsinlər. Hazırlığımız da yüksək səviyyədə keçirilmişdi. 3 aya yaxın ki, biz Azərbaycan çempionatından sonra təlim məşq toplanışları keçirmişik həmin idmançılarla. Baxmayaraq ki, həmin idmançılar yeniyetmə və gənc idmançılar idi, təzə idmançılar idi, yəni təcrübələri az idi. 8 idmançı ilə qatılmışıq həmin yarışa. Həmin idmançılardan 5 idmançımız finala qədər irəliyib gəlib çıxmışdı. 8 idmançıdan 5 idmançının finala qədər gəlib çıxmağı, yəni yüksək səviyyədir. Yəni 5 idmançı, 5 qızıl medal. Böyüklərin yarışında ölkəmizi 65 kiloqram çəkidə təmsil edən Elçin Eminov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Həm idmançı kimi, həm məşqçi kimi iştirak etmək, yəni iki qat çətindir, həm də böyük bir məsuliyyətdir. Öz tələblərinin qarşısında döyüşmək çox çətindir. Buna baxmayaraq mən həmin yarışda 3 döyüş keçirdim, bütün rəqiblərimə qalib gəldim. Birinci döyüşüm mənim Yunanistan idmançısı idi. Yeri idmançı olmağına baxmayaraq mən ona tam üstünlüyə qalib gəldim. İkinci idmançı Hindistanlı idmançı idi. Hindistan idmançısına da qalib gəldim. Üçüncü döyüşüm isə mənim Meksikalı idmançı idi. Meksikalı idmançıya da mən tam üstünlüyə qalib gəldim. Bu turnirə qatılmaqda mənim əsas məqsədim odur ki, bizi aprel ayının 5-dən 11-nə qədər Çinin Jiangxin şəhərində Dünya Kuboku gözləyir. Və mən də bu yarışa 2023-cü ildə Amerikanın Texas şəhərində keçirilən dünya çempionatında bürünc medal qazanmaqla lisenziya qazanmışam. Və həmən yarışda mən ölkəmizi 60 kiloqram çəki dərəcəsində təmsil edəcəm. Altı il ki, bu il mənlə məşğulam. Yunanistanın Afina şəhərində keçirilən yarışda 2 döyüşümü udaraq birinci yerə layiq görülmüşəm. 2 rəqibim də Yunan rəqibi idi. Komandamıza birinci qızıl medalını gətirmişəm. 2 döyüş keçdim. Birinci rəqibim Rumeniyalı idmançı idi. İkinci rəqibim isə Yunan idmançı idi. Rumeniya idmançısının üzərində 2-0 qələbə qazanıb finala vəsiqə qazandım. Finalda isə Yunan rəqibi, yerli rəqibi nokaut eləyərək kürsünün ucu pilləsinə qalxdı. Bu yarışda biz 2 aydır ki, güclü səviyyədə hazırlaşırıq və mən bu yarışda 2 döyüş döyüşdüm. Bu 2 döyüşdən biri həm yerli idmançımız, digəri isə finaldakı döyüş Rumeniyalı idmançı idi. Və mən bunların ikisinə də qalib gələrək birinci yerə layiq görüldüm. Biz də gənc çempionlarımıza gələcək yarışlarda uğurlar arzulayırıq. İnanırıq ki, Azərbaycan bayrağını hər zaman yüksəklərdə dalğalandıracaqlar.